Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle növbəti dərsimizə başlayırıq. Daha önce de qeyd etdiyimiz kimi bu dərslərimiz ən sadə metodla Ərəbcə öyrən kitabından keçirilir. Biz qeyd etmişdik ki, bu kitab hər bir tələbənin müstəqil şəkildə Ərəbcə öyrənməsi üçün hesablanıb. Lakin biz də öz növbəmizdə video şəklində bu dərsləri YouTube üzərindən izah edirik ki, hər bir tələbə üçün asanlıq olsun. Ola bilsin kiməsə hansı məsələ qaranlıq qalsın və bu dərslər vasitəsilə həmin məsələni başa düşə bilsin. Bugün bizim 8-ci dərsimizdir. Bizim bu iki dərsimizin ünvanı Ədəvatul İstifhami, sual ədatları olacaq. Və bismillah eləyib dərsimizə başlayırıq. Ərəb dilində sual ədatlarına sual əvəzlikləri də deyilir. Sual ədatları müxtəlif suallar vermək üçün istifadə olunur. Şəxs, məkan, say və s. haqqında verilən suallar üçün fərqli sual ədatları mövcuddur. Yəni, sual ədatlarına ərəb dilində sual əvəzlikləri də deyilir. Və bu sual əvəzlikləri müxtəlif şeylər haqqında, kimsələr, canlı, cansız əşyalar soruşarkən irəlidə istifadə edəcəyimiz sual ədatlardır, yəni sual əvəzlikləridir. Burada gördüyünüz kimi cədvəldə bir neçə sual ədatı qeydlənmişik. Onu indi izah edəcəyik. Misal olaraq, həmzə. Tərcüməsi m, mi, mu, mü deməkdir. Növbəti sual ədatı həl. Tərcüməsi m, mi, mu, mü deməkdir. Gördüyünüz kimi burada həmzə və həl sual ədatlarının demək olar ki, tərcüməsi eynidir. Sanki eyni funksiyanı icra eləyirlər. Növbəti sual ədatı mən. Tərcüməsi kim deməkdir? Aqil varlıqlar üçün istifadə edilir. Yəni biz irəlidə inşallah bu sual ədatlarının hamısını ayrı-ayrı səhifələrdə izah edəcəyik. Sadəcə burada müxtəsər şəkildə əzbərlənməsi asan olsun deyə bu cür cədvəl hazırlanıb. Növbəti sual ədatı mə sual ədatıdır. Tərcüməsi nə, nədir deməkdir. Qeyri-aqil və cansız varlıqlar haqqında sual verərkən istifadə edilir. Mətə. Tərcüməsi nə vaxt, nə zaman deməkdir. Kəm. Tərcüməsi neçə, nə qədər deməkdir. Ədəd və miqdar haqqında soruşularkən istifadə edilir. Eyyu. Tərcüməsi hansı deməkdir. Bəzən neçənci kimi də istifadə edilir. Keyfə. Tərcüməsi necə, nə cür olaraq bilinir. Hal, vəziyyət və keyfiyyət barədə soruşularkən istifadə edilir. Eynə. Tərcüməsi hara, harada deməkdir. Məkan, yer haqqında sual verərkən istifadə edilir. Cədvəldə qeyd etdiyimiz ədatların hamısı sual əvəzlikləridir. İrəlidəki səhifələrdə onlar haqqında ətraflı məlumat verəcəyik. Beləliklə 47-ci səhifəni də bitirdik, keçirik növbəti səhifəmizə və sual ədatlarını hamısını ayrı-ayrı izah eləyəcəyik inşallah. Gördüyünüz kimi burada həl və həmzə sual ədatları olaraq başlıq qeyd olunub və başlayırıq. İlk öyrənəcəyimiz ədatlar həl və həmzə sual ədatlarıdır. Bu sual ədatlarının istifadə forması demək olar ki, eynidir. Sual cümləsi qurmaq üçün istifadə olunur. Hər ikisinin tərcüməsi m, mi, mu, mü şəklindədir. Gördüyünüz kimi burada hər ikisinin tərcüməsini m, mi, mu, mü olaraq vermişik. Misal olaraq, həl əntə talibun, sən tələbəsənmi? Növbəti cümlə, həl ənti mühəndisətun, sən mühəndissənmi? Burada diqqətinizi çəkmək istədiyim başqa bir məsələ var. Gördüyünüz kimi burada əntə və ənti şəxs əvəzləri qeyd edilib. İnşallah irəlidə bunun ətraflı izahı gələcək. Lakin burada adi misallardır və irəlidə biz inşallah irəlidəki dərslərimizdə şəxs əvəzliklərini, kişi və qadın cinsinə ayrılmasını və onların necə istifadə edilməsini də öyrənəcəyik. Sadəcə olaraq misalları olduğu kimi götürün. Bizə yəni burada ibrət olan, buradan bizə götürməli olduğumuz hal-hazırda sual ədatlarıdır. Həl bir də həmzə. Növbəti misal, əəntə muallimun, sən müəllimsənmi? Əhəzə beytun, bu evdirmi? Gördüyünüz kimi qeyd etdiyimiz cümlələrdə işlədilən hər iki sual ədatı eyni şəkildə tərcümə olunur. Bu sual ədatları ilə verilən suallara cavab verərkən nəam və ya nəam ya da lə demək lazımdır. Nəam sözünün tərcüməsi bəli, lə sözünün tərcüməsi isə xeyir deməkdir.
Həl əntə talibun, sən tələbəsənmi? Gördüyünüz kimi burada sual verilib. Cavab, nəam, ənə talibun, bəli, mən tələbəyəm. Əhəzə beytun, bu evdirmi? Cavab, lə, həzə məscidun, xeyr, bu məsciddir. Yəni burada bu qeydə biraz aydınlıq gətirmək istəyirəm. Bu sual, bu iki yəni sual ədatının belə deyək, tərcüməsi eynidir. Lakin bir qeyd var ki, əgər bir kimsə sizə bu sual ədatları ilə başlayan bir belə deyək, cümlə ilə sual versə, siz ona mütləq şəkildə ya nəam, yəni əgər olduğu kimidirsə, təsdiq eləyəcəksinizsə, nəam, bəli deyəcəksiniz və cümləyə sonra davam eləyəcəksiniz. Əgər inkar eləmək istəsəz, lə, xeyr deyərək cümləyə davam eləyəcəksiniz. Məsələn, həl əntə talibun, sən tələbəsənmi cümləsinə burada, əgər sən tələbəsənsə, deyirsən, nəam, ənə talibun, yəni təsdiq eləyirsən və daha sonra cümləyə davam edirsən. Yox, tələbə deyilsənsə, deyirsən ki, lə, məsələn, ənə mühəndisun, mən mühəndisəm və yaxud müəlliməm, fərq eləməz. Yəni, bu iki sual ədatı ilə başlayan cümlələrə cavab verərkən siz nəam və lə sözlərindən istifadə eləyəcəksiniz. Keçirik 49-cu səhifəyə. Gördüyünüz kimi burada mən sual əvəzliyi qeyd olunub. Bu sual əvəzliyinin tərcüməsi kim deməkdir? Aqil varlıqlar mötərizədə görürsünüz. İnsanlar haqqında sual verilərkən istifadə olunur. Yəni siz bu sual əvəzliyindən istifadə eləyərkən insanlar haqqında soruşacaqsınız. Misal olaraq, mən əntə, sən kimsən? Mən həzət talibu, bu tələbə kimdir? Mən kətəbət dərsə, kim dərsi yazıb? Mən yəkulut taamə, kim yemək yeyir? Mən yəzhəbu iləl məscidi, kim məscidə gedir? Daha sonra Qurandan burada ayə. Mən zəlləzi yeşfə'u indəhu illə biizni. Bəqərə surəsi 255-ci ayədəndir. Onun izni olmadan onun yanında kim havadarlıq edə bilər? Burada təcvid qaydalarına riayət olunmur. Nəyə görə? Çünki ümumi olaraq ayələrin nümunə kimi gətirilməsidir və burada Quranda olduğu kimi ola bilər, baxarsınız, görərsiniz ki, burada sukun yoxdur, lakin burada sukun yazılıb. Yəni ümumi olaraq burada yəni ayə nümunə gətirildiyi üçün cümlə kimi qeyd olunub. Mən zəlləzi yeşfə'u indəhu illə biizni. Onun izni olmadan onun yanında kim havadarlıq edə bilər? Yəni burada mən sual ədatı gördüyünüz kimi istifadə olunmuşdur. Gördüyünüz kimi mən sual ədatını cümlələrdə işlədərkən aqil varlıqlar, insanlar haqqında sual verdik. Bu sual ədatından istifadə edərkən onu yalnız aqil varlıqlar üçün işlətmək lazımdır. Yəni dərs əslində bəsitdir. Yəni tərif, belə deyək, tərcüməsi və nümunələr, sonda isə bir qeyd. Səhifə 49-da bitirdik. Keçirik səhifə 50-yə. Növbəti sual ədatımız mə sual əvəzliyidir. Mə sual əvəzliyi ərəb dilində ən çox işlədilən sual əvəzliklərindən biridir. O, qeyri-aqillər, yəni cansız varlıqlar və heyvanlar haqqında sual vermək üçün istifadə olunur və nədir mənasında tərcümə edilir. Gördüyünüz kimi burada ilk öncə bilmək lazımdır ki, bu mə sual əvəzliyi qeyri-aqillər, yəni cansız varlıqlar və heyvanlar haqqında sual vermək üçün istifadə olunur. Tərcüməsi isə nədir şəklindədir. Və misallarına dərsə davam edirik. Misal olaraq, mə həzə, bu nədir? Cavab, həzə beytun, bu evdir. Mə həzihi, bu nədir? Sual. Cavab olaraq, həzihi səyyəratun, bu maşındır.
Digər cümlələr. Məsmukə. Adın nədir? Cavab. İsmi Aliyun. Adım Əlidir. Gördüyünüz kimi, mə sual ədatını cümlələrdə işlətdik. Verilən sualların hamısı cansız varlıqlar haqqında idi. Ola bilsin ki, sizdə belə bir sual yaransın. Sonuncu cümlədə ad haqqında mə sual əvəzliyindən istifadə edildi. Məgər ad cansız sayılırmı? Cavab olaraq deyə bilərik ki, ad özü söz olaraq cansızdır. Yəni, bu sonuncu cümləyə diqqət eləsəniz, görərsiniz ki, burada məsmukə. Burada isim haqqında soruşuldu. Yəni, insanın, belə deyək, kim olduğu yox. Sadəcə olaraq adın nədir? Adını soruşdu. Yəni, burada sual isim haqqındaydı. İsim, ad sözü ümumi olaraq özü cansızdır. Yəni, canlı deyil. Sözün özü. Lakin təbii ki, şəxsiyyət, həmin o şəxs canlıdır. Yəni, burada siz bir kimsədən ad soruşarkən bu mə sual əvəzliyindən istifadə eləyəcəksiniz. Keçirik növbəti 51-ci səhifəyə. Burada gördüyünüz kimi mətə sual əvəzliyi başlıq olaraq qeyd olunub. Mətə ərəb dilində nə zaman, nə vaxt mənasında işlədilən sual əvəzliyidir. Zaman, yəni vaxt haqqında sual vermək üçün istifadə olunur. Bu sual əvəzliyi həm aqillər, insanlar, həm də qeyri-aqillər, əşyalar, hadisələr üçün işlədilə bilər. Yəni siz fərq etməz vaxt haqqında soruşmaq istəsəniz, ümumi olaraq istifadə edə bilərsiniz. Misal olaraq, mətə təzhəbu iləl mədrəsəti. Sən məktəbə nə vaxt gedirsən? Mətə vulidən nəbiyyü sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm nə vaxt doğulub? Mətə yəbdəud dərsu. Dərs nə zaman başlayır? Mətəl utlətu. Tətil nə zamandır? Mətəl idu. Bayram nə vaxtdır? Yəni nə zamandır? Növbəti deməli, Yasin surəsinin 48-ci ayə. Və yəqulunə mətə həzəl va'du in kuntum sadiqin. Onlar, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq, deyə soruşurlar. Görürsünüz burada, nə vaxt, yəni nə zaman olacaq deyə soruşurlar. Fərq eləməz, nə vaxt, nə zaman, hər ikisi eyni mənaya gəlir. Növbəti, deməli, ayə, Bəqərə 214. Mətə nəsrullahi. Allahın köməyi nə vaxt gələcək, dedilər. Həqiqətən dərslərin üslubu yəni asandır. Mən inanmıram ki, burada kimsə nəysə başa düşmədi. Əgər hər hansı bir şey başa düşməsəniz, YouTube kanalında yazıb bizlərə bildirə bilərsiniz şərh bölümündə. Biz də öz növbəmizdə vaxt etdikcə sizin suallarınızı cavablayacağıq inşallah. Keçirik səhifə 52-yə. Burada gördüyünüz kimi başlıq olaraq kəm sual əvəzliyi qeyd olunub. Kəm ərəb dilində neçə, nə qədər mənasında işlədilən sual əvəzliyidir. Say, miqdar haqqında sual vermək üçün istifadə olunur. Misal olaraq, kəm kitəbən indəkə. Səndə neçə kitab var? Kəm vələdən ləkə. Sənin neçə övladın var? Kəm dinaran mə'əkə. Sənin neçə dinarın var? Pul vahidi yəni. Kəm səətən yədumud dərsu. Dərs neçə saat davam edir? Kəm mərrətən zəhəbtə iləl məscidi. Məscidə neçə dəfə getmisən? Kəm idən fil İsləmi. İslamda neçə bayram var? Daha sonra Kəhf surəsi 19-cu ayə. Qalə qailun minhum kəm ləbistum. Onlardan biri burada nə qədər qaldınız dedi. Gördüyünüz kimi burada kəm, nə vaxt, nə qədər, yəni eyni mənaya gəlir. Gördüyünüz kimi kəm sual əvəzliyini cümlələrdə işlətdik. Diqqət edilməli məqam odur ki, kəm sual əvəzliyindən sonra gələn bütün isimlərin son hərəkəsi tənvinli fəthə olur. Sizin üzərinizə düşən
bu ədatdan sonra gələn ismin fəthəli olmasını bilməkdir. Gördüyünüz kimi burada əgər diqqət eləsəniz, burada qeyd olunan kəm sual əvəzliyindən sonra gələn sözlərə diqqət eləsəniz, hamısının sonu ən, belə deyək, tənvinli fəthə ilə bitmişdir. Bunun inşallah izahı var. Bu irəlidəki dərslərdə olacaq, İrəb dərslərində falan. Buralara toxunacaq inşallah. Lakin indi biz bilməliyik ki, bunun tərcüməsi nədir və bundan sonra gələn sözlərin hərəkəsi necə olur? Yəni, gördüyünüz kimi, kəm sual əvəzliyindən sonra gələn sözlərin hərəkəsi fəthəli olur. Yəni, tənvin fəthə. 53-cü səhifə, eyyü. Başlıq olaraq burada eyyü, sual əvəzliyi qeyd olunub. Eyyü sual əvəzliyi hansı olaraq tərcümə edilir? Yəni, tərcüməsi hansı deməkdir? Bu sual əvəzliyi cümlələrdə işlədilərkən müxtəlif hallarda fərqli hərəkələrlə işlədilir. Yəni, onu qeyd eləyəcək nə deməkdir bu? Misal olaraq, Eyyə kitabin qara'tə. Hansı kitab oxumusan? Fi eyyi beytin təskunu. Hansı evdə yaşayırsan? Yəni, qalırsan mənasında. Eyyü kitabin həzə. Hansı kitabdır bu? Yəni, bu hansı kitabdır? Eyyə ta'amin əkəlti. Hansı yeməyi yemisən? Min eyyi bələdin huva. O hansı ölkədəndir? Eyyü, bu deməli ayədir, üzr istəyirəm, bunu biraz çək aşağı. Bəli. Eyyül fəriqəyni xayrun məqamən və əhsənu nədiyyən. Gördüyünüz kimi burada Məryəm surəsi 73-cü ayədə bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir. Gördüyünüz kimi burada eyyü sual əvəzliyi istifadə olunmuşdur. Yəni hansı və yaxud hansının. Gördüyünüz kimi eyyü sual əvəzliyini cümlələrdə işlətdik. Bu sual əvəzliyinin işlənmə qaydasına diqqət etdikdə görürük ki, o fərqli hərəkələrlə qeyd olunur. Bu kimi dəyişikliyin səbəbini İrab dərsində öyrənəcəyik. Bu dərsimizdə isə sadəcə onun tərcüməsini və sual əvəzliyi olduğunu bilmək kifayətdir. Yəni siz əgər cümlələrə diqqət eləsəniz, indi hal-hazırda ekranda gördüyünüz cümlələrə bir dəfəsində eyyə gəlib, fəthə ilə eyyə. Digərində eyyi, gördüyünüz kimi. Digər cümlədə isə eyyü. Fikir verirsiniz. Bir dəfəsində fəthəli, bir dəfəsində kəsralı, bir dəfəsində isə damməli gəlib. Yəni, bunun səbəbi var. Bu nə üçün bu cür gəlir? Təbii ki, bu irəlinin mövzusudur. Biz sadəcə olaraq hal-hazırda önümüzdə olan dərsləri başa düşdük və əzbərlədik. Yəni, tətbiq də burada var, gördüyünüz kimi. Yəni, cümlələrdə işlədilir ki, bu cümlələrlə birlikdə əzbərləmək mümkün olsun. Lakin elə xırdaqlar var ki, onların məqamı indi deyil. İndi əgər o məqamlar izah edilsə, yəni tələbəyə çətinlik yarada bilər. İnşallah irəlidəki dərslərimizdə bunu izah eləyəcəyik. Keçirik növbəti sual əvəzliyinə və yaxud sual ədatına. Gördüyünüz kimi burada keyfə sual əvəzliyi qeyd olunub. Keyfə sual əvəzliyin tərcüməsi necə, nə cür deməkdir. Bu əvəzlik hal və vəziyyət haqqında sual verilərkən istifadə olunur. Yəni, siz vəziyyət, hal haqqında soruşarkən bu sual əvəzliyindən istifadə eləyəcəksiniz. Misal olaraq, keyfə halukə, necəsən, halın necədir? Keyfə səhhətukə, səhhətin necədir? Keyfəl cəvvu fil xarici, çöldə hava necədir? Keyfə zəhəbtə iləl beyti, evə necə getdin? Keyfə xaractə minəl beyti, evdən necə çıxdın? Daha sonra Quran ayəsi qeyd olunub burada. Keyfə təkfurunə billahi və kuntum əmvətən fə əhyəkum. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, o sizi diriltdi. Bəqərə surəsi 28-ci ayə. Gördüyünüz kimi, keyfə sual əvəzliyini cümlələrdə işlətdik. Bu sual əvəzliyindən sonra həm isim, həm də feil gələ bilər. Sizin üzərinizə düşən vəzifə sadəcə bu kimi əvəzlikləri cümlədə verilən nümunələrlə birlikdə əzbərləməkdir. Yəni, burada fikir verirsiniz,
Keyfə sual əvəzliyindən sonra deməli halükə məsələn hal haqqında soruşularkən isim də gəlir. Əl-cəvvu məsələn isimdir demişdik daha öncə. Əlifləm qəbul edir və zəhəbə məsələn feil də gəlib. Ümumi olaraq yəni bu sual əvəzliyindən sonra istər isim, istərsə də feil gələ bilər, fərq eləmir. Keçirik növbəti sual əvəzliyinə. Növbəti sual əvəzliyi eyni sual əvəzliyi olacaq. Eyni sual əvəzliyinin tərcüməsi hara, harada, haradadır deməkdir. Yəni bu kimi tərcümə olunur. Bu əvəzlik yer və məkan haqqında sual verilərkən istifadə olunur. Misal olaraq, Eynə beytukə, sənin evin haradadır? Eynə zəhəbə Muhammedun, Muhammed hara getdi? Min eynə əntə, sən haradansan? Daha sonra Qiyamət surəsi 10-cu deməli ayədən Yəqulul insanu yevmə izin eynəl məfərru. Olduğu kimi oxuyuram ki, yəni ola bilər bir kimsə təcvidi bilməsin və burada bəzi hərəkələrin oxumaması onda suallar yazsın. Ona görə təcvidsiz, yəni cümlə kimi oxuyub üzərindən keçirəm ki, heç kimə qaranlıq bir məqam qalmasın. O gün insan deyəcəkdir, hara qaçaq? Eynə. Gördüyünüz kimi burada da eynə sual əvəzliyindən istifadə olundu. Gördüyünüz kimi eynə sual əvəzliyini cümlələrdə işlətdik. Bu sual əvəzliyindən sonra həm isim, həm də feil gələ bilər. Sizin üzərinizə düşən vəzifə sadəcə bu kimi əvəzlikləri cümlələrdə verilən nümunələrlə birlikdə əzbərləməkdir. Və burada ümumi olaraq 2 dənə qeyd var. Biri sadəcə qeyddir, digəri isə mühüm qeyd. Qeyd. Bu sual əvəzliyi fəthə üzərində bina edilmişdir. Yəni son hərəkəsi hər zaman fəthə olur. Əslində bu sonranın belə deyək məsələsidir. Lakin ümumi olaraq qeyd edirik ki, bu sual əvəzliyi gördüyünüz kimi eynə, yəni son hərəkəsi eynə fəthə olaraq bitir. Yəni bunu qeyd etmək istəmişik. Mühüm qeydi isə nədir? Qeyd etdiyimiz bütün şəxs əvəzlikləri isim kateqoriyasına daxildir. Sadəcə həmzə və həl sual ədatları istisnadır. Bu iki ədat hərf kateqoriyasına aid edilir. Yəni, mühüm qeyddə o qeyd olunur ki, bütün az öncə keçdiyimiz sual ədatları hamısı isim kateqoriyasına daxildir. Yəni, siz deyəcəksiniz ki, ümumi olaraq həmin belə deyək, sual ədatları isimdir. Yəni, sizə sual verilsə və irab dərsində bu bizə lazım olacaq. Lakin 2 sual ədatı, yəni 2 sual, burada həmzə, bir də həl sual ədatları nədir? Hərf kateqoriyasına daxildir. İrəlidə nə üçün bu qeyd olunub? İnşallah irab dərsində onda keçəcək. Yəni, ümumi olaraq qrammatik təhlildə heç bir yeri yoxdur bunların. Dərsimiz bitdi dostlar. Əgər sizə qaranlıq qalan hər hansı bir məqam varsa, inşallah dediyimiz kimi ümumi olaraq YouTube kanalında şərh bölümündə yazıb bizlərə bildirə bilərsiniz. Və əgər dərslərdən faydalanırsınızsa, dərsləri bəyənməyi və paylaşmağı da unutmayın. Çünki dərslər bəyənildikcə və paylaşıldıqca daha çox insana bu haqda məlumat gedir. Bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərslərdə görüşənədək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.